Ölü bir evlilik neye benzer bilirsiniz? Evliliğin başında çok güzel rengarenk çiçeklerle dolu bir bahçe olur. O bahçanın iki bağbanı olur. O bağbanlar o bahçedeki çiçekleri vaxtında suluyurlar, gübrəliyirlər. Dibinin bütün kollarını, zərərli otları təmizləyirlər ki, o çiçəklər məhv olmasın. Lakin zamanla tərəflər o öhdəliklərini bir-birinin üstünə atırlar. O öhdəlikləri artıq etmirlər, o işləri artıq etmirlər. Və nə baş verir bilirsiniz? O çiçəklər sulanmır, başlayır zamanla solmağa. O çiçəklərin ətrafında bitən zərərli kollar təmizlənmədiyi üçün başlayır o çiçəklər məhv olmağa zamanla. Və nə edir? O rəngarəng çiçəklərlə dolu olan o bağ başlayır artıq solğun otlardan, çiçəklərdən ibarət bir bağçaya, rəngsiz bir bağçaya çevrilməyə. Bu evlilikdir. Bəs yaxşı, məhv olmuş, solmuş bir bağçanı yenidən canlandırmaq mümkündürmü? Mümkündür. Bunun üçün tərəflər yenidən əl-ələ verməlidir. Hər biri öz öhdəliklərini yenidən dərk etməlidir, anlaşmalıdır, danışmalıdır. Əvvəlcə o bağçanı təmizləməlidir. O solmuş çiçəklərdən təmizləməlidir, o zərərli otlardan təmizləməlidir. Daha sonra ora yenidən toxumlar səpməlidir və o toxumların qulluğunda duraraq, öz sevgisini, dəyərini, qayğısını verərək o bağçanı yenidən rəngarəng bir çiçəkliyə çevirə bilər. Bax, evlilik budur.